İnan, nədən deyirsən, yalanmamışsan. Tədqiqatçılar ilk dəfə baxın, ilk dəfə. İndi biri çıxardı deyir Şumerdə Misir piramidalarının üstündə yazılır. Amma dedik də vacib deyil də bu Quranı gətirib mütləq deyəsiniz ki, elmi şey var. Niyə? Çünki yalan deyilsiniz. Adamlar da əlin altında belə bir dövrdür ki, məlumat var. Qaldırır, baxır, görür ki, yalandan belə çıxır ki, bu Quran yalan danışır. 2020-ci ildə Yaponiyanın Journal of Nutritional Science and Vitaminology Qidalanma elmi və vitaminologiya jurnalı adlı jurnalı ev milçəyinin Musca domesticadır. Ev milçəyi. Deyirəm da, milçəyin qanadının biri zəhərlidir, biri zəhərsiz. Mən 30 ilin müəllimiyəm, sən hardan onu çıxartmısan? Özünüzə elm isbat edib. ABC Science Avstraliyanın dövlət yayım qurumudur. Elmi xəbərlər dərc eləyir, əziz izləyicilər. Həmin hədis milçək hədisidir ki, ateistlər hədisə inanmayan lağ eləyirlər. İndi görəcək lağ olunması sizsiz. Bu hədisi inkar edənlər hədis Buxarıda gəlir və digər hədis kitablarında gəlir. Yoxsa verəcəm, maraqlı olacaq hər kəsə. Və ateistlər də hədisi inkar edənlər bilsinlər ki, hədis yalan deyil. Yalan olsaydı bunu 7-ci əsrin kitabı deyə bilməzdi. Yalnız yeni kəşf olub. Bəli, ateistlər deyirlər ki, biz elmliyik, alimiyik və s. Amma mənə irad bildirdilər. İndi başqa mövzumuz var ki, günün əsas mövzusu. Orada gələcəm, Cəlal Şengör barədə gələcəm, danışacağım inşallah. Orada da savadsızlıqlarını bildirmişdilər. Bu hədisdə də tutaq ki, deyən hədisi inkar edirsiniz, lağ edirsiniz, özünüz bilərsiniz. Bəs axı siz araşdırma eləməkdə güya deyirsiniz, biz güclüyük, biz alimiyik, biz elmliyik, elm. Bəs bu 3-4 gündə siz niyə araşdıra bilmədiniz ki, 10 dəqiqəlik işdir. 10 dəqiqədə misal üçün deyirəm, elə araşdırma var, sözsüz günlər aparır. Çıxarda bilmədiniz ki, bu milçək nədir, antibakteriya nədir? Və birimiz yazmaz ki, doğrudan da maraqlıdır ki, əgər insan birincisi haqq sevər olar, insan səhvini boynuna alan olar, insan görəndə ki, bir qədim bir kitab doğrudan da ciddi bir şey təsdiqləyib, hansı ki, elm yeni kəşf edib, bir sual oyanar ki, o adamda ki, doğrudan bu necədir ki, hədis deyirsə bunu elm yeni kəşf edib, deməli bu hədisdə haqq vardır. Hədisi Buxarı nəql eləmişdi. Təzədən bir də oxuyuram. Sizdən birinizin qabına milçək düşərsə, onu tam batırsın, sonra çıxarıb atsın. Çünki onun qanadlarının birində xəstəlik, zərər, bakteriya, digərində isə şəfa, müalicə, yəni antibakteriya vardır. Buxarı rəvayət eləyir və digər hədis alimləri də rəvayət eləyib bunu. Əziz izləyicilər, bura baxsaq görərik ki, hədis demir ki, mütləq olaraq belə eləyin, sonra yiyin, için. Burada sadəcə olaraq yol göstərir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və yolun içində maraqlı ki, elmi irəliləyən kəşf, möcüzə var. Və Peyğəmbərimiz deyir ki, kim istəyərsə belə eləsin, tövsiyə eləyir, tövsiyə xarakterdir, əmr eləmir. Özü baxın, diqqətin, hədisin sonu demir, milçəyi atsın, sonra içsin, yesin o yeməyi. Bilirsiniz, indiki dövr başqadır. Qədim dövrdə insanlar əziyyət çəkirdilər, işləyirdilər, nələr edirdilər ki, bir qazan yemək bişirib, ailəsinə oturub yemək yesinlər. Təsəvvür elə bir böyük bir qazan misalsın, bişib, içinə milçək düşdü, neynəməlidir? Ya atmalıdır, az olarlar, ya da ki, yeməlidir. Yeməyin qaydasını bizə öyrədir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Amma hədisin sonunda demir ki, bunları etsin, sonra yesin. Sadəcə o deyir ki, tam batırsın, çıxarsın. Çünki bir hədis nəyə görə oxudum? Bakteriyaya görə. Və dediyim kimi, ateistlər irad bildirirlər ki, əgər bu yalandır, sən araşdırma gətirdin, sülfə araşdırması. Ona da cavab verdim. Keçirik indi, Science Daily saytı var, ABŞ-da fəaliyyət göstərir. Nüfuzlu elmi xəbər portalıdır. Sayt dünyanın aparıcı universitetləri, elmi tədqiqat mərkəzləri və elmi jurnalların son araşdırmalarını ictimaiyyətə sadə və anlaşılan dildə təqdim edir. Əziz izləyicilər, baxın, bu saytdır. Milçək ilə bağlı görün nə deyir. 7-ci əsrin kitabı deyir və bu isə Science Daily, ABŞ, dedim, nə saytdır bu. Baxın, əziz izləyicilər, bu araşdırma görün nə deyir. Bu araşdırma deyir ki, oxuyum. Meyvə milçəyi ilə bağlı kəşf yeni peyvəndlərin hazırlanmasına yol aça bilər. Baxın, meyvə milçəyi ilə bağlı yeni kəşf yeni peyvəndlərin hazırlanmasına yol aça bilər. Mənbə Stanford Universitetinin tibb mərkəzidir. Stanford Universiteti, ABŞ-ın Stanford Universiteti bu hədisdə olan antibakteriya söhbətini deyir və indi inşallah geniş açıqlayacağım. Bir gələcəm, tam hədisdə olanı yaxın bir araşdırmaya görəcəksiniz. Burada bir neçə araşdırmalar var. Xülasə, Stanford Universiteti görür nə deyir? Xülasə, kiçik meyvə milçəyi insanlara öyrədə biləcəyi çox şeyə malikdir. Baxın, sizə də əgər hədis inkar edənlər sizə də milçək çox şey öyrədir. Əlbəttə ki, Allah-Teala'nın yaratdığıdır. Özü milçəkdən danışsaq uzun çəkər ki, milçəkdə nələr var? Onun neçə min gözləri var və s. 360 dərəcə demək olar ki, görür hər tərəfi. Bunlar hamısı Allah-Teala'nın yaratdıqlarıdır. Bu başqa mövzularımızdır.
Tədqiqatçılar ilk dəfə baxın, ilk dəfə. İndi biri çıxacaq deyir Şumerdə Misir piramidalarının üstündə yazılmışdı. Tədqiqatçılar ilk dəfə müəyyən ediblər ki, milçəklərin ibtidai immun sistemi infeksiyalara qarşı uzun müddətli qorunma formalaşdıra bilir. Həmin saytdan oxuyuram bunun tərcüməsini ingiliscənin. Halbuki əvvəllər bunun həşəratlar üçün mümkün olmadığı düşünülürdü. Bu nəticələr xüsusilə immun sistemi zəif olan insanlar üçün yeni peyvəndlərin hazırlanmasının yeni üsullarına töhfə verə bilər. Bunu əzizlərcə mən sizə göstərdim ki, hansı sayt idi? Deyir bunu, Science Daily sayt idi bu. O təsdiqləyir ki, bu 2007-ci il araşdırmasıdır, təzədir. Baxın, 21-ci əsr yeni kəşf eləmiş deyir. Keçim indi ikinciyə, ABC Science, Avstraliyanın dövlət yayım qurumudur. Elmi xəbərlər dərc eləyir, əziz izləyicilər. Həmin o hədis milçək hədisidir ki, ateistlər hədisi inanmayan lağ eləyirlər. İndi görəcək lağ olunası sizsiz. Bu hədisi inkar edənlər hədis Buxarıda gəlir və digər hədis kitablarında gəlir. Yoxsa elmdir, yoxsa hədisdir. ABC Science Avstraliya saytı deyir, indi göstərəcəm sizə. Həmin sayt antibiotiklərlə bağlı yeni səs-küy başlığı altında Avstraliya alimlərin araşdırmaları haqqında deyir. Baxın, bu saytdır. ABC Science, Avstraliyanın saytıdır. Bu görək nə deyir? Orada gülənlər var. Gülün sonra sonda biləcək kim kimi gülür. Baxın, orada ateistlər yazırlar ki, hədis o dəfə mən gətirdiyim elmi araşdırmada milçəyin sürfəsi demişdi. Siz isə niyə milçəyin qanadından demirsiniz? Hədisiz qanad deyir. Baxın indi. Milçəklərin səthi qanadı səthi sayı yoxsa milçəyin başı, qanadları, sinəsi, ayaqları hamısı milçəyin səthi sayılır, əziz izləyicilər. Baxın, elmi araşdırma nə deyir? Avstraliya alimləri deyir bunu. Daha genişdir, mən qısa deyirəm. Yəni, o kimlərin adları var, hansı araşdırmalar eləyiblər. Milçəklərin səthi antibiotiklərin tapılmasını, milçəklərin səthi antibiotiklərin tapılmasını gözləyəcəyiniz son yerdir. Yəni, bunu insan fikirləşməz deyir. Son yerdir. Axırıncı adam olarsan ki, belə-belə, bu da son yer idi. Lakin Avstraliyalı tədqiqatçılardan ibarət bir qrup məhz öz araşdırmalarını bu sahəyə yönəldib. Bu xüsusiyyətlər bütün 4 milçək növünün səthində mövcud idi. Baxın əzizlər, səthə qanad, baş, bədən, boğaz, sinə, ayaqlar aiddir və s. quyruq və s. Bu xüsusiyyətlər bütün 4 milçək növünün səthində mövcud idi. Baxmayaraq ki, antibakteriyal xüsusiyyətlər bağırsaqda da olur, hətta daxilində də var antibakteriyal xüsusiyyətlər. Xanım Clark dedi, hər iki yerdə bu aktivlik müşahidə olunur, antibakteriyal aktivlik. Baxın, bizim diqqətimizi səthə yönəltməyimizin səbəbi milçəyin səthinə. Ondan ekstrakt əldə etməyin daha sadə olmasıdır. Ondan nümunə götürmək üçün daha sadədir. Girsinlər milçəyin dərinliyinə, bətinə, daxilinə və s. çıxartmaqdan səthində, bütün qanad olsun, saydıqlarım dedim səthində daha asandır nümunə götürüb onu təcrübə etsinlər. Baxın, əzizlərcə, həmin saytda fly surface deyir, milçək səthi. Milçək səthi dedim nələrdir, qanadlarıdır və s. Bu sayt. Bəziləri deyəcəklər ki, yox, bizə səthi yox, qanad sözü gəlsin. Halbuki səth ağıllı insan üçün bəs eləyir. Dediyim kimi, əziz izləyicilər, yayımı da bəyənin zəhmət olmasa, dediyim kimi, milçək və antibakteriya sözü gəlsəydi 7-ci əsrin bir kitabında, 8-ci, 9-cu, 10-cu, 11-ci əsrin bir kitabında, biz ağıllı insan deyirik ki, bu doğrudan da heyrətamiz bir məsələdir. O dövrün mikroskopu və s. olmayan bir dövrdə bunu demək asan deyil. Yeni 2021-ci əsrin araşdırması da əziz izləyicilər. Bəziləri deyəcək ki, qanad olsun. Yaxşı, qanad olsun. Buyurun qanada. 2020-ci ildə Yaponiyanın Journal of Nutritional Science and Vitaminology, qidalanma elmi və vitaminologiya jurnalı adlı jurnalı ev milçəyinin Musca domesticadır, ev milçəyi. Ev milçəyinin sağ qanadının, baxın, sağ qanadının, əzizlərcə izləyin, dinləyin, qanad deyirdiniz, bu da sizin qanadınız. Ev milçəyinin sağ qanadının mikroblarla çirkləndirilmiş içkilərin zərərsizləşdirilməsində rolu, ünvan adlı başlıq altında deyir. İndi baxın, İngiliscə deyir ki, the right wing of fly, yəni milçəyin sağ qanadı sözü də yazılıb orada, yəni yazılıb yəni. Milçəyin, baxın, burada jurnaldır, Yaponiya jurnalıdır, milçəyin sağ qanadı, bax orada yazılıb, tərsinə oxumaq da olur. Milçəyin qanadından gedir söhbət, əziz izləyicilər, lağ edirsiniz ki, Təkamül müəllim buradasa, o da yaxşı izləsin ki, görsün ki, milçəyin zəng eləmişdir ki, siz
nə danışırsınız, savadsızsınız, yalancısınız. Hər şey bu dəqiqə asan araşdırılır. Nə araşdırmısınız? 30 ilin müəllimiyəm deyir. Ateist molla nə gülür mən bilmirəm orada. Buyurub qalxıb cavab verərsən bu araşdırmalara. 30 ilin müəllimiyəm deyirdi. Buyurun, araşdırma. Araşdırma burada. Ola bilsin siz hansı dövrdə yaşamışsınız bilmirəm. Yeni araşdırmalar var. Hər şey əlin altında asan deyən adam bunları bilməli idi. Deməli oxuyuram. Özü baxın əzizlər, Yaponiya saytı görün nə yazıb. Həmin Buxarinin hədisini Rasulullah, hamısı burada yazılır, oradan oxuyuram. Sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur. Sizdən birinizin qabına milçək düşərsə onu tamamilə qabın içinə batırsın, sonra isə çıxarıb atsın. Çünki onun qanadlarının birində xəstəlik, digərində isə şəfa vardır, Buxari. Həmin Yaponiya saytı özü yazıb bunu. Yaponiya saytı nə yazıb? Deməli, hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Buxaridə hədis gəlir. Deyir ki, birinin yeməyinə milçək düşərsə onu tam batırıb çıxarsın. Çünki bir qanadında mikrob, bir qanadında isə antimikrob var, müalicə var, şəfa var. O onu əvəz eləsin, mikrobu aradan qaldırsın. Əziz izləyicilər, yeni gələnlər, biz də burada araşdırmanı, deməli, nə qədər dünya araşdırmaları var, mən bəzisini oxuyuram. ABŞ oxudum, neçəsini. Sonra Avstraliyanı oxudum, indi Yaponiyanı oxuyuram. Yaponiya alimləri sübut edir ki, həqiqətən də orada kimdir gülür mən bilmirəm. Təbriz 55 kimsə gülür. Yox, güləni niyə bağlayırsa, bağlamayın, qoy gülsün. Axırda biləcək kimə gülür. Qoy gülsün. Təbriz 55, deyəsən tanış gəldi. Qoy gülsün, eybi yoxdur. Və qalxar danışar, Təbriz də qalxıb danışar, cavab versin. Deməli əziz izləyicilər, hədis deyir ki, milçəyin qanadında antibakteriya var. Mən sizə ABŞ-ın, Avstraliyanın, indi isə Yaponiyanın araşdırmasını oxuyuram. Yarımçı qaldım, davam edirəm. Baxın, Yaponiya saytı deyir. Bu hədis mübahisə, elmi və ya ictimai müzakirə doğurur. Çünki ümumiyyətlə milçəklər çirkli yerlərdən qida və ya içkilərə xəstəlik törədicilərini daşıyan vektor xəstəlik törədicilərini bir yerdən başqa yerə ötürən canlı hesab olunurlar. Təsəvvür edin ki, bu milçək mikroblu bir şey sayılır, bakteriyalı bir həşərat sayılır. Amma hədis nə deyir? Bəli, ateistlər hədisə inanmayan gülürlər, lağ eləyirlər. Biz isə Allah Rəsulü, hətta əlimizdə mikroskop olmasa, elmi araşdırma olmasa belə, biz Allah və Rəsulü doğru deyib bunu qəbul edirik. Sizlər isə gülürsünüz, amma son gülən, həmişə qalib son gülən olur. Baxın, davam edir. Yaponiya saytını oxuyuram, davam edir. Buna görə də bu tədqiqat ev milçəyinin, Musca domestica. Buna görə də bu tədqiqat ev milçəyinin sağ qanadının, baxın, mikroblarla çirkləndirilmiş içkilərin zərərsizləşdirilməsindəki rolunu araşdırmaq məqsədi ilə aparılmışdır. Gəlin sizə bu araşdırmanın necə aparılması haqqında xəbər verim əziz izləyicilər. Demək nə olmuşdur? Escherichia coli bakteriyası var. Laboratoriyada əksər vaxtlar bu bakteriyanı ötürüb, sonra onun üzərində araşdırma aparırlar. Ən çox istifadə olunur bu bakteriyadan. Deməli, nə edirlər? Alimlər bu bakteriyanın vasitəsilə antibiotiklərin təsirini, yeni dərmanın işləməsini, antimikrob maddələrin, bakteriyaların inkişafını dayandırmasını öyrənirlər. Baxın, əzizlər, bu çox mühümdür. O biri araşdırmalarda mən açıqlama vermədim, vaxt getməsin. Bu bir dənə araşdırma budur. Milçəyin qanadını deyir, araşdırmanı açıqlama verirəm ki, dinləyin. İnşallah sözsüz ki, bəziləriniz də yayarsınız bu videonu və biz də yayarıq. Görün ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm 1400 il qabaq dediyini elm yeni sübut edib, kəşf edib, mikrobla bağlı və bu Yaponiya saytıdır. Görün nə edib. 5 ədəd şüşə götürüb əziz izləyicilər. Birinin içinə adi su qoyub, steril, yalnız steril su, mikrobsuz su. Birinin içinə, ikinci şüşənin içinə steril su qoyub. E. coli bakteriyası. Bayaq dedim E. coli bakteriyası nə deməkdir. Üçüncü şüşəyə E. coli bakteriyası qoyub və 1 ədəd milçək qanadı qoyub. Dördüncü şüşəyə yenə E. coli bakteriyası qoyub və 2 ədəd qanad qoyub. 5-ci şüşəyə yenə E. coli bakteriyası qoyub və 3 ədəd milçəyin qanadını qoyub. Nə edib indi? Bütün şüşələr 37 dərəcədə temperaturda 48 saat saxlanıldı. Yaponiya saytı özü deyir, əziz izləyicilər. Baxın, deyirsiniz ki, hədis gülməlidir, gülürsünüz. Gülün. Yaponiya saytı araşdırmanı göstərir, nə baş verib. Deməli, 48 saat qalıb 37 dərəcəli temperatur olan 5 şüşə nə baş verib? Sonra bakteriyaların inkişaf edib etmədiyi yoxlanılır. Biz bu yazını inşallah videonun kimi paylaşanda ekranda bütöv qoyacağıq, görəcəksiniz o yazıları bir-bir tərcüməsi ilə. Yəni inşallah. Birinci, ikinci, üçüncü ədəd sağ qanad olan şüşələr, 1 qanadlı, 2 qanadlı, 3 qanadlı olan şüşələrdə E. coli bakteriyasının inkişafı müşahidə edilmədi. Baxın, bakteriya qoyuldu, bakteriya inkişaf eləmədi. Milçəyin qanadları olduğu üçün. Tədqiqatın etibarlığı üçün nə edilər, əziz izləyicilər? Bəs eləmədi. 48 saat qoyublar və yoxlayırlar, 5 şüşəni yoxlayıblar, milçəyin qanadını 3 şüşəyə qoyublar. Deyirlər ki, biri bəs deyil. Təzədən bir də bu 5 şüşəni yenə də svaya dediyim formada bir də yoxlayıblar.
tədqiqatın etibarlılığı üçün bu 5 şüşənin hər biri bir dəfə də təkrar hazırlanır. Yəni ümumilikdə 10 sınaq nümunəsi istifadə olunur. Sayt özü görün nədir əzizlərcə? Sayt görün nədir? Yaponiya saytı bu milçə baxdı görün nədir? Sən orada Atlas Tekstil, milçə nəysə. Nəticələr göstərdir ki, Musca domestica növünə aid ev milçəyinin sağ qanadı əlavə edilmiş mikroblarla çirkləndirilmiş içkilərdə mikrob inkişafı baş verməmişdir. Baxın əzizləyicilər, Yaponiya bu araşdırmanı öz məşhur saytında paylaşıb. Orada alimlərin adları da var, kimlərdir hamısını bilirəm, amma qısa demirəm sizə. Bu tədqiqat göstərdi ki, həqiqətən də milçəyin qanadları olan şüşədə, o 3 şüşədə mikroblar inkişaf elə bilməmişdir. Milçəyin qanadı və elm oxudum əvvəldən də ki, sübut eləyir ki, həqiqətən də milçəkdə belə bir necə deyirlər, güc var, Allahın izni ilə sözsüz ki, və digər həşəratlarda da var hətta tarakanda da var. Görün Allah necə yaradıb ki, bilir ki, uzaq Rəbbimiz, bunlar çirkli yerlərdə olurlar. Halbuki onlar bizə yenə xeyir. Tarakan özü insana nə qədər xeyirdir. İndi bizim o videomuz var idi, paylaşmışdıq. Tarakan özü kainatın zibil yığanıdır. Zibilləri yeyir. Alimlər deyirlər ki, o tarakanlar olmasa kainatda nə qədər zibil qalar. Sadəcə qurtarmır mövzular. Hətta NASA və digərləri göyə uçanda aylarla qalırlar deyə raketin içində. O yedikləri qalıqlar və s. bana nəsə yeyirlərsə, onun qalıqlarını atmağa yeri yoxdur. Hara kosmosu yer atmaq mümkün deyil, açmaq mümkün deyil oranı. Özlərinlə deyirlər tarakan aparırlar, artıq onu paylaşmışdım. Tarakanları deyir aparacaq, orada qalıqlarımızı yesinlər ki, qoy tullantılar artmasın əlimizdə. Tarakanın özündə də antimikrob var, antibakteriya var və bu da milçək. Baxın əzizləyicilər, araşdırma öz dedi ki, bizim ən axırıncı ağlımıza gələn mövzu idi ki, milçəyin tərkibində antibakteriya ola. Bunu 7-ci əsrin hədisi deyir, günəllər, gülsünlər. Elm yeni kəşf edib. Mən anlamıram indi. Buyursunlar, biz vaxt verəndə qalxsınlar, cavab versinlər. Elm bunu yeni kəşf edib. Bu sadə gülməli mövzu deyil. Siz savadsızsınız deyə gülürsünüz ola bilsin. Savadsızlığınız bunu sizi gülməyə vadar edir. Elm bunu yeni kəşf edib. 7-ci əsrin kitabı bunu deyir. Necə deyir? Deməli bu insanın, bu kitabın Allah Rəsulü ilə sallallahu aleyhi və səlləm bağlılığı var və onun da uca Rəbbimizlə bağlılığı var ki, ona qeybdən bildirir ki, milçəyin tərkibində antibakteriya var. Baxın, keçən dəfə mən sizə göstərmişdim nəyi? PubMed ABŞ Milli Kitabxanasının tərəfindən idarə olunan və ABŞ Milli Sağlamlıq İnstitutlarına bağlı fəaliyyət göstərən dünyanın ən nüfuzlu biotip və tibb elmi məlumat bazalarından biridir, həmin PubMed. Oradan bir araşdırma göstərmişdim. İndi həmin bu araşdırma, 5 milçəyin araşdırması və s. bu həmin PubMed, ABŞ-ın dediyim ki, Milli Kitabxanası özü yenə də öz saytında paylaşmışdı əzizləyicilər. Həmin bu araşdırmanı və bu sübut olundu ki, həqiqətən də milçəyin qanadında belə yazmış ki, sürfə gəlib, amma qanad gəlməyib. Sizə səthin göstərdim. Səth də yenə orada qanad da gedir, dediyim ki, bədəni gedir. Buyurun, bu da qanadı. Bundan artıq nə istəyirsiniz? Gülürsünüzsə, gülün, biz də sizə sonunda güləcəyik amma. Bu elmi araşdırmadır. Təqdim elədim. Bunu da hədis isə 1400 il bundan öncə deyib. Deməli, əzizləyicilər, hələ bizim hədisimiz budur. Görün, Quran ayələri nədir hələ? Bizim hədisimiz hələ budur. Və bu milçə mövzusu tamamlandı. Əgər Təkamül müəllim buradasa qısa qalxıb, bununla bağlı söz deyirsə buyursun. Biz hamı insanlara, ədəbli insanlara, gəlib mehriban danışanlara haqq verir. Görüm, baxıram, görüm o dostluq göndərirmi? İslam, Lənkəran, yox, xeyr, göndərməyib. Mən istəyirəm ki, üzr istəyirəm, qəbul edəcəm. Burada bəzi adamlar var, nə vaxt qəbul edəcəm? Bitəndən sonra. Mövzu bitəndən sonra moderatorla qəbul edəcəm. Qonaq kimi və sual verənləri. Ateistlərdən burada varsa, qalxsın, o elmli, savadlı alimlər var, dünyəvi elmi ilə biz bilirik. Buyurun, gəlin bu hədisi inkar eləyin, bu araşdırmanı inkar eləyin. Sözünüz varsa buyurun, qalxın.